Herkese salam, əziz izləyicilərim. Bugün səhərimizi yenə bu gözəl balaca qızımla açırıq və o gördüyünüz üzərə süd içir. Və bu da qızımın təzə soskasıdır. İlk tanışlığımız bu şəkildə oldu. Təzə qəbullana bilmədi, atdı yerə. Amma sonradan aldı və yanında belə bir hədiyyə də göndərmişdilər. İçinə müəyyən sənədləri yığmaq üçün məncə idealdır. Qeyd etmək istəyirəm ki, mənə görə ən yaxşı soskalar elə V-Baby firmasının soskaları oldu. Həm forması gərək çox yaxşıdırlar, ağız quruluşunu, çənəni pozmur. Həm də eyni zamanda yumşaqlığı, sərtliyi tam idealdır. Yəni bəziləri həddindən artıq yumşaq olur, bəziləri çox sərt olur və uşaq çətinlik çəkir onu istifadə edəndə. Birinci həmişə belə oturaq vəziyyətdə içir, sonra da mənim qucağımda uzanıb belə rahat-rahat südünü içir. Bu dünyadakı ən gözəl görüntülərdən və hisslərdən biridir bu. Allah arzusunda olan hər kəsə qismət eləsin. Və qeyd etmək istəyirəm ki, yaxın günlərdə bəbişlərdən birinin 40 gün məclisi olacaq. Sonanın qızının 40 gün məclisi. Üçün qəşəng paylanma konvertlər hazırlayacağıq və çəkəcəm təbii ki. Əlavə olaraq təzəlikcə bir dənə də xonça hazırlamışam. Qaynımın oğluna, onu mənim qaynanam sifariş eləmişdi çox öncədən. Artıq hazırlayıb göndərmişəm. Həmin kadrları bundan sonraki videoda paylaşacağım, yəni pampersi. İncini günorta yuxusuna aparmağa çalışıram. Biraz incitdi məni, bir xeyli gec yatdı. Həm qucağımda yatsımağa çalışdım, həm də bu oturacaqda. Və deyəsən artıq yavaş-yavaş pes edir, özü yuxulayıb yatmaq istəyir. Nəysə, çox uğraşdıq, yatmadı. Mən də biraz oynatmağı seçdim və görürsünüz də ağzını necə büzür. Dişi ağrıyır, artıq təzə dişləri çıxmağa başlayıb. Təzədən bizə konsert verir də hər gün. Və sudan, çaydan verib biraz, deyim, susuzluğunu almağa çalışıram. Onu da görürsünüz də elə boş-boş oynadır butulkanı. Və sonda çox çətinliklə də olsa yatızdırdım. Təzədən o xüsusi oturacağını otuzdurdum, yatızdırdım. İndi də keçmişəm burada butulkalarını falan yumağa. Bu arada bugün günlərdən Azərin ad günü idi. Baxmayaraq ki, burada yoxdur. Yaxın zamanda inşallah ki gələcək, amma yenə də ad gününü qeyd elədi anası. Biz də yığışıb getdik. Elə 5 addımlıq yoldu. Mini sumka ilə getdik. Bu arada bu sarı kurtkanı İnciyə təxminən 2-3 aylıq olanda almışdım və bilirdim ki, ona çox qəşəng yaraşacaq. Doğrudan da qızıma sarı rəng, ümumiyyətlə açıq rənglər çox qəşəng yaraşır. Gəldik və hava küləkli olmağına baxmayaraq bunu çəkmək istədim. Artıq ağaclar belə qəşəng çiçəklər açmağa başlayır. İçəri daxil olan kimi artıq Yonis başladı qızımla belə qəşəng oynamağa, ciddi eləməyə. Sonra da gəldik, oturduq burada yemək içməyə. Mən şok oldum. İnci həyatında ilk dəfə ki balıq yeyirdi. Düşünürəm ki, balıq çox yumşaq pişmişdi və qəşəng idi dadı. Ona görə bəyəndi, yedi. Məncə qeyri vaxt olsa yeməzdi yəni. Süfrədə də maşallah hər şey var idi. Qəşəng kartof da yedi, balıq da yedi, çörək də, hər şey yedi yəni. Artıq qadağalar qoymuruq. Yəni ürəyi nə istəsə götürüb yeyir. Və xalasının, dayılarının bir dənəsi İnci xanım. Görün nevzinkası nə qəşəng yaraşıb. Nənəsi gətirmişdi bunu da bayramda. Çox qəşəng yaraşır da belə sarı rəng çəhrayı, açıq mavilər. Qeyd etmək istəyirəm ki, saçlar da bir xeyli qalınlaşıb artıq.
mən dəhşət yorulmuşdum. Çox əzgin idim, yorğun idim və çıxdım yuxarı mərtəbədə uzandım, yatdım, dincəldim. Sonra məni deyəsən 1 saat sonra elə gəldi, anam oyatdı ki, bəs davay gəl tort məclisinə. Mən də telefonu açdım, gördüm belə qəşəng video var. Yunis qızımı qəşəng oynadıb və bu da bizim ad günü tortumuz. Üstündə bir neçə ədəd şam qoyuldu. İnci ilə bərabər Səday bibi üfürdülər. Gün o gün olsun, qəşəng çoxlu belə videolar çəkim ki, İnci ancaq bütün tortların üstündəki şamları üfürsün və İncinin də ad günü artıq sayılı günlər qalıb. Yadıma düşdükcə belə bir təhər oluram. Fikirləşirəm, ilahi. Bu bir il bir göz qırpımında keçdi getdi sanki. Həqiqətən İncidən sonra həyat daha sürətli axmağa başlayıb. Və burada da artıq Azərə zəng elədik. Azərlə danışa-danışa tort üfürdük. Eyni zamanda hər kəslə danışdı. Hər kəs onu təbrik elədi, əl çaldılar. Azərin də yubileyidir bu arada. Onun da 20 yaşı olur. Ürəkdən təbrik edirəm bir daha. Şövkət nənəm, Sərsinaz nənəm. Ne var ne var? Vay vay saçın ne balacalı başım. Gel orada göstereceğim. Və belə qısa danışıqdan sonra keçdik İnci xanımı yedizdirməyə. Elnara xala burada onu nəlbəki ilə çay çizdirməyə çalışır. O da nəlbəkini götürüb yerə falan atırdı. Bir təhər gətirdik bura ki, biraz başı qarışsın. Burada da əlinə telefon verdilər. Sağ olsunlar. Bir xeyli başın qatdı. Əslində həqiqətən istəməzdim telefona da belə meyllənsin, amma artıq yəni şuurlanan vaxtında onun əlindən alan kimi ağlayır. Ya da məsələn görür ki, biz oynadırıq əlimizdə, demək bu yaxşı bir şeydir. 99% uşaqlarda bu belədir yəni. Mən bunun şahidi olmuşam neçə nəfərdə. Şəkil. Ay Allah, ay Allah. Ağlayacağım. İnci bura bak, İnci bura bak, İnci. Emiye bak. Bakıyorum. Baba, ana. Bura bak. Görsən yalandan ağlayır. Görsən yalandan ağlayır. Tut bunu. Yunus dersen, Yunus kesin. Ama o ses kalkmıyor bak. Onu onun əlindən al, təcili bunu ver, təcili. Ya ver, şey demək, sonra öyrəşir. İnci bura bak, İnci. Məncə əlindən al. Hə, pişə, ay sağ. Ağlamadı, yerə qoyduq. Özen geçen. Neden kontrol yiyecek? Neden kontrol ettin? Və budur, biz artıq yığışıb gəlirik evə. Burada da İnci xanımın bu qəşəng kurtkası geyindirilir. Və gələn kimi ilk iş südümüzü içmək, qəşəng və sonra da təbii ki yatmağa getməkdir. Kraliçamız yatmağında olsun, biz də onun artıq təzə süd qarışımını açmağa keçdik. Köhnə qutudakı nə qalmışdısa hamısını yeniyə əlavə etdikdən sonra keçid alırıq onun kirlənmiş butulkalarını, soskalarını və sair yumağa. Bu arada sizə sual vermək istəyirəm əziz xanımlar. Siz gün ərzində neçə dəfə bu kirlənmiş butulkaları və s. yuyursunuz? Mən ən az 3 dəfə yuyuram. Düzdür, bəzən istəyirəm ki, yəni o dəqiqə yumuyum, həqiqətən üşənirəm. Qoyuram tam yığılsın, sonra yuyum, amma görürəm ki, çatdırmaq olmur. Hələ baxmayaraq ki, 3-4 dənə məndə biberon vardı, təsəvvür edin və elə 3-4 dənə də soska var. Qeyd etmək istəyirəm ki, Philips firmasının butulkalarını ona görə bəyənirəm ki, nəinki şüşə olan, məndə çoxlu plastik butulkalar da var, amma araşdırmışam, tərkibində zərərli maddə olmadığı üçün almışam. Bu arada elə biz ilk doğulan vaxtdan, yəni hələ bir neçə günlük körpə idi, həmin vaxtdan biz bunun butulkalarını istifadə edirik və başqa bir firma alma ehtiyacı duymadım. Mamaconun butulkaları nəyə görə bizdə var? Əslində onlar saxlama qablardı, amma təsadüfi şəkildə Philips'in başlıqları ilə uyumlu oldu. Bu arada qeyd etmək istəyirəm ki, mən demək olar hər ay dəyişirdim, amma artıq ən iri başlıq almışam. Yəni südü əmdiyi başlığı, belə deyim də 5 nömrə idi, səhv etmirəmsə 5 ya 6 nömrə almışam və artıq dəyişməmə ehtiyac yoxdur. Ən geniş başlıq odur. Rahat bir şəkildə südün içir. Sürətli axındı yəni. Amma ilk başda
mən başlamışdım 1 və 2 nömrəli başlıqdan. Hətta 0 da məndə var idi. Hər ehtimalı almışdım. Təəssüf ki, onu içə bilmədi. Çox çətinlik çəkirdi. Yəni damcı gəlirdi süd. Və budur, dibində çox azca saxlamaq şərti ilə bir kasanın hamısını yedi qutardı. Ona verdiyim qida 3 taxıllı gecə kaşası idi. Həmin o gəzdiyi oyuncaq var. Bu onun üstündə elə bir set şəklində gəlir. Bununla oynayır hər gecə. Sonra yatır. Burada da səhv etmirəmsə alma vermişdik əlinə. Qəşəng yedi. Atışdırdı biraz və mütləq televizorun qabağında belə dayanmalıdır. Soska ilə oynamalıdır. Yəni də özü üçün oynayır. Axırda da çalışırıq ki, yatızdırmağa çalışırıq. Ən gec 12-nin yarısı artıq hazırlaşırıq. Bu dəfə biraz gecikmişdik. 12-yə qalmış yatızdırmalı olduq. Çünki çimməyə apardıq. Belə təzə aldığım qulaq çöpünü də göstərdim sizə. Bəyəndik bu arada. Babygen firması həqiqətən öz sözünü dedi. Və Sleepy'nin gecə üçün hazırlanmış. Çox bəyənərək istifadə edirəm. Artıq 6 ayından da istifadə edirəm. Və nəhayət gecə də südümüzü içirik, yollanırıq yatmağa. Lazım gələrsə əlavə olaraq su da verib kraliçamızı yatağına yollayırıq və keçid alırıq ətrafı təmizləməyə. Çox belə gözəl videoların gəlməyini istəyirsinizsə, kanalıma abunə olub, videonu like edib, aşağıda şərh yazmağı unutmayın.